Avropa Mərkəzi Bankı Avropa üzrə proqnozlarını açıqlayıb. 2025-2027-ci illərdə inflyasiya iqtisadi artımı üstələyəcək. Artım 1,3% səviyyəsində zəif qalır. Qiymətlərin artımı isə 1,7-2,1% civarında davam edir. Bu göstəricilər alıcılıq gücünə təzyiqi artırır və Avropa iqtisadiyyatında stagflyasiya riskini gündəmə gətirir. Kommerzbankın eksperti Murad Cəlalovun fikirlərini eşidəcəyik. Murad müəllim, buyurun, eşidirik sizi, efirdəsiniz. Avropa Mərkəzi Bankı son olaraq faiz dərəcələrini açıqladı. Faiz dərəcəsi çox da endirilmədən 2%-ə saxlanıldı. Bunun da əsas səbəbi inflyasiyanın güclü şəkildə davam etməsidir. Deməli, inflyasiya 2025-ci ildə 2,1% təşkil edir, amma 2026-cı ildə bunun 2%-ə qədər endirilməsi nəzərdə tutulur. Amma hal-hazırki dövr üçün bu real olaraq görsənmir. Bunun da əsas göstəricisi core inflyasiyanın sürətli şəkildə davam etməsidir. Core inflyasiya, yəni ərzaq və enerji sahələrinin çıxmaq şərtində yerdə qalan digər sahələrdə inflyasiyanın güclü olmasıdır. Və bu da öz növbəsində stagnation risklərinin Avrozonada yüksəlməsini göstərir. Stagnation riski, yəni durğunlaşma riskidir. Ölkələr artıq ixrac və idxaldan, istehsalçılar hansısa malı istehsal etməkdən, investorlar isə investisiyalardan şəklində yayınırlar. Bu da maliyyə mübadiləsini azaldır, fiskal polisini zəiflədir, maliyyə çarxını zəiflətdiyi üçün ümumilikdə iqtisadiyyatı geriyə doğru aparır. Mənim də elə yaşadığım bu Almaniyada inflyasiyanın, qiymətlərinin artımı deməli, iqtisadiyyatın zəifləməsini görmək olur. Hətta avroda öz dəyərini yetkilir. Təşəkkür edirik Murad bəy, çox sağ olun. Əziz tamaşaçılar, davam edirik. Bəli, bugün əsas valyuta cütlüklərində qarışıq dinamika müşahidə olunur.